Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavimlər. Qoçaq müəlliminiz həftələr sonra YouTube-a nəhayət YouTube izahını çəkə bildi. Bugünkü YouTube izah videomuzun mövzusu Quba xanlığıdır. Vaxt itirməmək üçün Hüseynəli xanın adını ora qeyd eləmişəm. Yəni yazsaydığımda zaten uzaqbaşı 3 saniyə vaxt gedə bilərdi. Hüseynəli xan 1726-cı ildə Rusiyanın ona icazə verməsi ilə özünü Quba hakimi kimi tanıtmışdı. Yəni Qubanı yarım müstəqil xanlıq kimi hesab edə bilərik 1726-cı ildə. Nadir Şahın 1747-ci ildə öldürülməsindən sonra isə Hüseynəli xan öz ərazisində yenidən müstəqil olmuş və birləşdirmə siyasətinə başlamışdı. Lakin onun birləşdirmə siyasəti o qədər də belə uzun bir müddətdə çəkmir və o sadəcə Salyan nahiyəsini özünə birləşdirə bilir. Yəni Salyan düşdükdə biz mütləq Hüseynəli xanı götürməliyik. Hüseynəli xanın ölümündən sonra hakimiyyətə Qubalı Fətəli xan gələcək. Qubalı Fətəli xan da həmçinin birləşdirmə siyasəti həyata keçirmişdi, eynən atası kimi. Qubalı Fətəli xan ölkəni birləşdirib əvvəlki Səfəvi torpaqlarını bərpa etmək siyasəti güdürdü. Quba xanlığının da bu siyasəti həyata keçirməkdə müəyyən üstünlükləri vardı. Çünki Quba mühüm strateji coğrafi mövqedə yerləşirdi. Ona görə də Quba xanlığını birləşdirmək siyasəti böyük ehtimalla uğurlu ola bilərdi. Lakin Qubalı Fətəli xan təkcə birləşdirmə siyasəti yox, həmçinin vergi islahatı və köçürmə siyasəti də həyata keçirib. Qubalı Fətəli xan deməli nə etdi? Vergidə, köçürmədə, bir də birləşdirmə. Yəni 3 dənə siyasət həyata keçirib. Vergi islahatına görə, Qubalı Fətəli xan vergi islahatına görə artıq vergilərin toplanması mahal naiblərinin əlindən alınacaqdı və birbaşa kəndxudaya veriləcəkdi. Yəni mahal naiblər artıq vergini yığmır, birbaşa kəndxudalar vergini yığır və dövlət xəzinəsinə təhvil verir. Köçürmə siyasətinə görə dövlətin sərhədlərini genişləndirmək üçün bu əhali köçürür, həmçinin əhalinin sayını artırmaq üçün də xanlığın ərazisinə belə desək ki, əhali köçürürdü. Birləşdirmə siyasətində isə Azərbaycanı vahid halda birləşdirmə uğrunda mübarizə aparmış. Bu yolda nəticə etibarında sadəcə Azərbaycan şimal-şərq torpaqlarını birləşdirə bilmişdi. İndi bu şimal-şərq torpaqlarını birləşdirə bilmişdi ifadəsini dedik. Bəs bu birləşdirmə necə həyata keçiriləcək? Biz Qubalı Fətəli xanın birləşdirmə siyasətini 2 dənə dövrdə öyrənirik. Birinci Qubalı Fətəli xanın birinci birləşdirmə siyasəti, sonra ikinci birləşdirmə siyasəti. İndi keçək Qubalı Fətəli xanın birinci birləşdirmə siyasətindən. Qubalı Fətəli xanın birinci birləşdirmə siyasəti 1759-cu ildə Dərbəndin tutulması ilə başlayır. Dərbəndi müqavimətsiz şəkildə tuturlar. Nəyə görə müqavimətsiz şəkildə tuturlar? Çünki Dərbənd əhalisinin müqavimət göstərəcək, həm beləcək gücü yox idi. Həmçinin Dərbənd xanı əhalidən ağır vergilər topladığına görə əhali bir növ Dərbənd xanından bezmişdi və Qubalı Fətəli xanın ora gəlməsi onlar üçün bir ümid işığı idi. Qubalı Fətəli Dərbənd xanlığını tutduqdan sonra buranın idarəsini həyat yoldaşı Tuti Bikiyə tapşırır və daha sonra keçir Azərbaycan digər bölgələrin işğalına. Ən böyük işğallarımızdan biri də 1767-ci ildə Bakı xanlığıdır. Bakı xanlığında sadəcə olaraq işğalçılıq siyasəti yoxdur, nigah diplomatiyası var. Nigah diplomatiyası var. 1767-ci ildə Bakı xanlığının da tutulması ilə Qubalı Fətəli xanın birləşdirmə siyasətinin birinci mərhələsi başa çatmış olacaq. Həmçinin bu xanlıqların Dərbəndin, Bakının tutulması ilə artıq Qubalı Fətəli xan rəsmi mənbələrdə Bakının, Dərbəndin, Qubanın və Salyanın hakimi kimi tanınmaya başlamışdı. Və bununla da birinci birləşdirmə siyasətinin birinci mərhələsi başa çatacaq. Dərbənd xanlığının və Bakı xanlığının tutulması ilə. Bu hadisədən sonra artıq biz keçirik Qubalı Fətəli xanın birləşdirmə siyasətinin ikinci mərhələsinə. Deyəcəksiniz ki, müəllim nə qədər Qubalı Fətəli xan deyir. Bilirsiniz ki, Urmiyalı Fətəli xan, Qubalı Fətəli xan, yəni bir-birinə qarışdıra bilərik. Ona görə mən dərslərdə də həmişə məsləhət edirəm ki, xanlığı keçib izah sizə verdikdə, sizdən sual cavab etdikdə mütləq şəkildə Fətəli xan ifadəsini istifadə etməyin. Urmiyalı Fətəli xan və yaxud da Qubalı Fətəli xan ifadəsini mütləq şəkildə istifadə edin ki, bu şəxslərin etdiyi siyasəti bir-birinə qarışdırmayasınız. Belə, birinci mərhələmiz başa çatdı 1759 və 1767-ci illərdə, indi isə keçir ikinci mərhələyə. Dərbənd və Bakının tabe edilməsindən sonra biz keçirik artıq birləşdirmə siyasətinin ikinci mərhələsinə. Birləşdirmə siyasətinin ikinci mərhələsi Şamaxı xanlığı ilə başlayır. Qubalı Fətəli xan Şamaxı xanlığına çox böyük üstünlük verirdi. Nəyə görə? Çünki Şamaxı xanlığı əvvəllər Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı olmuşdu. Həmçinin coğrafi mövqeyi də çox yaxşı idi. Həmçinin Şamaxının tutulması Qarabağ xanlığına da, həmçinin Şəki xanlığına da bir növ yol açırdı. Ona görə Şamaxı xanlığını tutmaq onun üçün böyük əhəmiyyət kəsb edirdi.
Qubalı Fətəli xan ümumiyyətcə xanlıqları işğal etməmişdən qabaq onlarla bir razılaşmaya gəlib, müharibəsiz belə desək ki, tabe eləmək istəyirdi. Lakin Şamaxı xanlığında geniş bir müharibə olur. Çünki Şəki xanlığı da Şamaxı xanlığı ilə bərabər Quba xanlığına qarşı vuruşmağa başlayır və burada Şamaxı-Quba belə desək ki, döyüşlər başlayır və nəticədə 1768-ci ildə Şamaxı tamamilə Qubaya tabe edilir. Artıq Şamaxı xanlığının tutulması ilə xanlıqlar görür ki, bu Qubalı Fətəli həqiqətən ciddidir. Ona görə başlayırlar Qubalı Fətəli xana bir tələ hazırlamağa. Ümumiyyətcə biz öyrənmişik ki, hansı xanlığımız birləşdirmə siyasəti aparırsa, digər xanlıqlar ona birləşib Azərbaycanı vahidləmək yox, düşmənlə birləşib ona qarşı vuruşurlar. Biz bunu Şiraz qonaqlığında, Qızılqaya xəyanətində və s. çox hadisələrdə görmüşük. Bu Qubalı Fətəli xan da həmin o qurbanlardan biridir, hansı ki, necə olacaq burada? Köhnə Şamaxı hakimidir, Qarabağ xanlığıdır, sonra Gürcü Çarlığıdır, Qaraqayta hakimliyidir. Birləşirlər hamısı bir yerə ki, bu Qubalı Fətəlini məğlub edirlər və Birləşmiş Qüvvələrlə Qubalı Fətəli arasında 1774-cü ildə Cavduşan döyüşü baş verir. 1774-cü ildə başqa hansı hadisə olub? Videonu izləyirsiniz, bilirsiniz də yorumlara yazarsınız. 1774-cü ildə Cavduşan döyüşü olur və Cavduşan döyüşündə Qubalı Fətəli xan məğlub olur və bilir ki, artıq döyüşün bir nəticəsi yoxdur. Buradan qaçır. Rusiya məktub göndərərək Rusiyadan kömək istəyir. Rusiya isə ona beləcə müsbət cavab verir və onun qoşun göndərirlər Qubalı Fətəliyə. Qubalı Fətəli xan geri qayıdır və Birləşmiş Qüvvələri məğlub edərək Dərbəndin mühasirəsini belə desək ki, onlar üçün uğursuz nəticələndirir. Dərbəndin mühasirəsindən sonra o öz istiqamətini artıq götürüb dəyişmək istəyir cənub istiqamətinə ki, cənubdakı xanlıqları işğal eləsin. Bəs niyə uğursuz olur? İndi ondan danışacağıq. Lövhəmizi təmizləyək və artıq Qubalı Fətəlini cənub ərazilərə keçirək. Qaldığımız yerdən davam edək. 1784-cü ildən etibarən Qubalı Fətəli xan artıq istiqamətini dəyişəcək cənuba və cənuba gəlməmişdən də qabaq Qarabağa getmişdi, amma Qarabağdakı döyüşümüz uğursuzluqla nəticələndi. Bunu da burada qeyd eləyək. 1784-cü ildə o cənuba doğru irəliləyir. Ərdəbillə Meşkini tutur. Ərdəbil və Meşkini tutur. Amma burada möhkəmlənə bilmir. Nəyə görə? Çünki Dağıstan hakimliyi və Rusiya onun burada möhkəmlənməsinə narazı idi. Ona görə də burada möhkəmlənə bilmir. Ərdəbil və Meşkindən sonra o istiqamətini 1785-ci ildə Lənkəran və Şəkiyə dəyişdirir və bu xanlıqları özünə tabe edir. Lakin bu torpaqlarda dediyimiz kimi möhkəmlənə bilmir. Əslində bu torpaqlarda birləşdirsəydi cənubu da artıq keçmiş Səfəvilərin torpaqları bərpa edə bilərdi. Qeyd etdiyimiz kimi Qubalı Fətəlinin ən böyük istəklərindən biri keçmiş Səfəvi dövlətinin torpaqlarını bərpa etməkdən ibarət idi. Elə Qubalı Fətəli 1789-dan öldükdən sonra, onun ölümündən sonra buna tabe olan xanlıqlar yavaş-yavaş hakimiyyət altına çıxmağa və müstəqil olmağa başladılar və bundan sonra xanlıq tamamilə zəiflədi və hakimiyyət dəyişiklikləri baş verdi. İndi isə Qubalı Fətəldən sonra hakimiyyətə kimlər gəlib? Gəlin onlardan danışaq. Qubalı Fətəldən sonra hakimiyyətə Əhməd xan və Şeyxəli xan gəlir. Onların dövründə Bakı xanlığı, Şəki xanlığı artıq müstəqil olur. Əsasən Şeyxəli xan dövrünə baxaq. Şeyxəli xan 1797-ci ildə Qacarlara tabe olur. Xanlıq 1806-cı ildə Rusların hücumuna məruz qalır və burada əyalət, yerli bəylərdən ibarət əyalət şurası yaradılır. Lakin Qubada onlara, Ruslara qarşı üsyan qalxdığına görə 1810-cu ildə Quba xanlığı tamamilə Ruslar tərəfindən ləğv edilir. Beləliklə biz bugün nəhayət ki Quba xanlığının da videosunu kanala yükləmiş olduq. İndi baxaq, görək bundan sonraki xanlıqları yükləyə biləcəkmi, yoxsa yükləyə bilməyəcəkmi? Hələlik sağ olun.